Allah Teala buyurur: "Men amile salihan min zekerin ev unsa ve huve mu'min lenuhyiyennehu hayaten tayyibe." Hər kim əməli salih iş görə min zəkərin ev unsa, fərqi yoxdur, qadın olsun, kişi olsun, heç bir fərqi yoxdur. Bəzən görürsən bu şübhəni atırlar, ay nə bilim qadın İslamda belə elə güya ki hüquqları azdır falan. Amma xeyr, kamal yolunda əsas kamal səadət yoludur. Burada qadının öz qadın yaşam tərzi var. Onun özünə məxsus geyim tərzi var. Onun kamalı ondadır. Onun üçün əməli salih odur. Kişi üçün əməli salih başqa bir şeydir. Cihad gələrsə cihaddır, amma o qadına aid deyil. Diqqət edin məsələn. Hərəsinin öz fərqlidir. Hərəsinin öz kamal yolu var. Əsas məsələ nədir? Allah məgər məhrum eləyibmi kişinin çatdığı o kamala qadın çatmır? Xeyr, Allah buyurur: "Mən əmilə salihan min zəkərin ev unsa və huve mu'min." Həm əməli salih, qadın kişi heç bir fərqi yox. Və iman əhli. Əməli salih buyurur, təkidlə buyurur: "Və lənəhyiyennehu hayaten tayyibə." Elə bu dünyadaykən həyat-ı təyyibəni ona bəxş eləyərik. Həyat-ı təyyibə nədir? Yəni həyat təyyibə odur ki, tam insan müvəhhidanə yaşayır. Şirkdən onun həyatında əsər əlamət yoxdur. Onun bütün diqqəti, bütün onun yaşam tərzi ilahi yaşam tərzidir. Allahla yaşayır. O bir an Allahdan qəflətdə deyil. Şirk onun həyatında yol tapa bilməz. Diqqət edirsiniz? Lənuhyiyennehu, lam-lamı təkiddir, fe'li muzari təkiddir, nunu səqilə təkiddir. Yəni çox təkidlə buyurur. Yəni biz tərəfindən Allah Teala buyurur, problem deyil. Biz sizin intizarınızı çəkirik. Hər kim əməli salih iş görə, iman əhli qadın kişi fərqi yoxdur.